dayanaraq böyük qürurla demək istəyirik ki, biz Mamalıq şöbəsinin tələbələriyik. Bu sadəcə bir ixtisas deyil, bu həyat bəxş edən, ilk nəfəsə şahidlik edən anaların yanında, körpələrin ilk anlarında iştirak edən müqəddəs bir peşədir. Biz sadəcə tibbi biliyi öyrənmirik. Biz qayğını, mərhəməti, səbr etməyi və insan həyatına dəyər verməyi öyrənirik. Mamalıq həm məsuliyyətdir, həm də şərəfdir. Çünki biz mamalar insan həyatının ən həssas anlarında onların yanında oluruq. Bu sahənin tələbəsi olmaq bizim üçün sadəcə bir seçim deyil, bu qəlbimizdən gələn bir çağırışdır. Bu yolda addımlamaq da bu peşəyə xidmət edəcək insan olmaqdan fəxr edirik. Bu dəyərli peşəni bizə sevdirən, öyrədən və bizə yol göstərən Mamalıq şöbəsinin bütün müəllimlərinə dərin təşəkkürümüzü bildiririk. Sizlərin əməyi, səbriniz, fədakarlığınızın sayəsində biz bu sahədə inamla irəliləyirik. Biz sizə ürəkdən təşəkkür edirik və demək istəyirik ki, sizin kimi müəllimlərin varlığı bu peşənin gələcəyinə olan inamımızı daha da artırır. Xüsusilə də kollecimizin rəhbərliyi və şöbəmizin müdiri Hörmətli Cəmilə xanıma təşəkkür etmək istərdik. Onun rəhbərliyi altında şöbəmiz həm elmi, həm də insani dəyərlər baxımından örnək səviyyəyə yüksəlib. Verdiyiniz dəyər, diqqət və dəstək nəticəsində bu şöbə bir ailəyə çevrilib. Əziz mamalar, bayramınız mübarək.